Şaxta Baba. Uşaqlıqdan tanıdığımız, yeni il gecəsi hədiyyə gətirən sirli obraz. Amma bir sual var. Şaxta Baba həqiqətən mövcud olub, yoxsa bu sadəcə uşaq nağılıdır? Bu videoda Şaxta Babanın əsl tarixini, onun hardan gəldiyini və bugün bildiyimiz formaya necə çevrildiyini öyrənəcəyik. Tarixi mənşə. Şaxta Baba tam uydurma deyil. Bu obrazın əsasında real bir insan dayanır. Onun adı Müqəddəs Nikolay idi. O 4-cü əsrdə yaşamışdı. Yoxsullara gizlicə kömək edərdi. Uşaqları sevərdi. Heç vaxt yaxşılıqlarını reklam etməzdi. Əfsanəyə görə, o gecələr kasıb ailələrin evinə gizlicə qızıl pullar qoyardı. Məhz bu davranış illər sonra Şaxta Baba anlayışını yaratdı. Obrazın dəyişməsi. Zaman keçdi və bu obraz Avropada dəyişməyə başladı. Hollandiyada Sinterklaas, İngiltərədə Father Christmas, Almaniyada Nikolaus. Hər ölkə onu öz mədəniyyətinə uyğunlaşdırdı. Amerika dövrü. Şaxta Babanın bugünkü forması 19-cu əsrdə Amerikada yarandı. 1823-cü ildə yazılmış məşhur bir şeir var. Bu şeirdə ilk dəfə uçan xizək, marallar, bacadan evə girmə ideyaları ortaya çıxdı. Rudolf hardan çıxdı? Rudolf, qırmızı burunlu maral. O 1939-cu ildə yaradıldı. Əvvəlcə sadəcə bir hekayə idi. Amma o qədər sevildi ki, Şaxta Babanın simvoluna çevrildi. Qırmızı geyim məsələsi, çoxları düşünür ki, Şaxta Babanın qırmızı geyimini Coca-Cola yaradıb. Bu tam doğru deyil. Qırmızı geyim əvvəldən var idi, amma Coca-Cola onu dünyaya tanıtdı. Şaxta Baba harda yaşayır? Ən məşhur versiyaya görə, Şaxta Baba Finlandiyanın Laplandiya bölgəsində yaşayır. Bugün belə ora minlərlə turist gedir. Uşaqlar ona məktub göndərir. Bir gecədə necə? Bir gecədə milyonlarla ev. Bu real deyil. Amma bu hekayənin məqsədi başqadır. Möcüzəyə inanmaq, xeyirxahlığı yaymaq, ümid hissini qorumaq. Nəticə. Şaxta Baba nə tam realdır, nə də tam uydurma. O, real bir insanın xatirəsindən doğan əfsanəvi bir simvoldur. Əgər bu video xoşunuza gəldisə, bəyənməyi, şərh yazmağı və Krmel TV-yə abunə olmağı unutmayın. Çünki burada hər video bir kəşfdir.